Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İdarə etdiyi Vaz 2121 markalı avtomobillə paytaxtdan bacısının yas mərasimindən qayıdan Lerik rayon sakini Arif Arifov qeyd etdi ki, ad-soyad şərtidir, nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndiləri ilə rastlaşır. Həmin şəxs kömək məqsədi ilə dayanaraq həmkəndilərinə yaxınlaşdıqdan qısa müddət sonra dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobili geriyə doğru hərəkət etməyə başlayıb və yolda çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Xəbər verilir ki, bu barədə Bakı Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. İlk baxışdan təsadüf hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobilə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradar. Bakı Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəli ilə nəticələnən sözügedən yol qəzasının xüsusiyyətlərini sürücülərin diqqətinə çatdırmaqla bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırar. Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam təhlükə anında böyük risklər yarada bilər. Açıqlamada deyilir. Əziz sürücülər, diqqətli olun.